Axı adamı incidir Vahid müəllim. Qürur incidir deyirsən ki, necə deyirsin mənə? Tembol deməli, əldə baş xətti ilə ömür xətti ayrıdır. Bu idarəçilikdir. Yəni sən idarə etmək istəyirsən. Axı bu ofis deyil axı. İdarə eləyirsən. Deməli bu ailədir. Burada heç olmaya bərabər ol. Heç olmaya bərabər olmalı. Deməli Fuad müəllim burada müsbət obrazdadır. Demir ki, Aytan xanım mənfi obrazdadır. Sadəcə sərt obrazdadır. Bildinizmi? Ona görə burada günahların bir çox. Məsələn, Fuad müəllim hansı bir gərginlik vaxtı bütün günahları sizdə görür. Sizdə tərsinə. Onu tabi olmamaqda, quya sözünə baxmamaqda günahlandırma var. Ona görə yəni bunları əslində uyğun gəlirsiniz. Yəni ruhunuzda uyğunluq var, bu gözəl ailədir. Heç bir problem yoxdur. Narahatçılığa səbəb yoxdur. Əgərsə ciddi qüsur, yəni fərqlilik olsaydı, tutaq ki, indi subay qız gəlib ki, 2 dənə, 3 dənə oğlanın doğum tarixini verir ki, bu necə bir adamdır? Mən onun xüsusiyyətini deyirəm. Tam xasiyyətini açıb deyirəm. Artıq qəbul edib etmək özündən asılıdır. Mən onu deyə bilmərəm ki, ona ərə getmə. Mənim xiyarım yoxdur. Mən onun xasiyyətini deyirəm, bütün xüsusiyyətlərini açıb göstərirəm. Artıq qəbul etmək özündən asılıdır. Bildinizmi? Bildim. Bəzi hallarda qızlar hətta vücuduna, boynuna, buxununa vurularaq bu xasiyyəti qəbul eləyir. 2 ildən sonra boşanır. Artıq dözmür. Və digər bir tərəfdən, yox, əgər onlarda rəqəm icazə vermirsə boşanmağa, o zülmə dözür və eləcə yaşayır. Oturur, qalır, yaşayır. Vahid müəllim, bəs biznesdə necə olur? Məsələn, biznesdə partnyorlarımızla necə dil tapmalıyıq? Necə biznesimizin inkişafını rəqəmlərimizlə bağlaya bilərik? Bir qədər, bax burada belə bir şeylər var. Mən biznes sahələrində məsləhətlər çox vermişəm. Yəni gedib hətta Moskvada 4 il bir şirkətdə mən müavin kimi birbaşa forum şirkətdə qalmışam orada. Və bütün biznesləri mən sanki reglovka vermişəm. Böyük, çox böyük bir şirkət idi. Və çox da razı qalıblar. İndi də məsləhət edirlər ardıcıl. Və burada da bir neçə biznesmenlər var ki, məsləhət verirəm. Ümumi halda məsələn bir adam var idi ki, deyir biz hər şeyimiz gözəldir, yaxşı müqavilələr var, mal gəlir, ötürürük, veririk, belə filan, amma bizim pulumuz ortada yoxdur və biz sanki get-gedə geri düşürük. Və mən onu araşdıranda ortaya 2 dənə səbəb çıxdı. Birincisi dedim ki, öz xadiməvi dəyişirsən oradan, işdən. Doğum tarixlərinə baxdınız onların hamısından? Ona da baxdım, işi də araşdırdım. Dedim ki, xadiməvi dəyişirsən, konkret olaraq. Bunu uzaqlaşdırırsan özündən. Demirəm, mən onun həyatına müdaxilə etmirəm. Yəni, onu ailəsinə zərbə vurmaq fikrində deyildim. Yox. O getsin, başqa yerdə işləsin. Hətta dedim, məsləhət et, başqa yerdə gedib işləsin, kömək də et. Onu da etdi. İkinci səbəbi dedim ona ki, deməli, bunlar həmişə oturublar, böyük köçürmələr, cürbəcür şeylər, hətta əldən ötürmələr, cürbəcür şeylər. Bunlar çoxunu eləyirlər gecə saat 12 ilə 3 arası. Gecə olub bunlar. Gecə əsas şeylər eləyiblər, yəni görüşmələr. Dedim, bunu tam yığışdırırsınız, salırsınız günün birinci hissəsinə və orada bəzi səhvlər buraxılır, onların hamısını göstərdim və əməlli başlı bir xeyli onlar sanki dirildilər. Sanki onlarda pul qalmağa başladı və eyni zamanda xadimənin səbəbi var idi. Pasiyanı gətirib başqasının, bunların sirrini başqasına daşıyırdı və hətta bir neçə dənə faktlarla göstərdiyim suvenirlər gətirmiş ki, onların içindən cadu da çıxdı. Onun işi idi. Ona görə dedim ki, yəni bu artıq bu yoldadırsa, bu sizinlə yola getməyəcək. Bu nöqteyi nəzərdən bu məsləhətləri verdim və əməlli başladım. Hətta mən Moskvada olanda orada o qədər elə şeylər dedim onu, işlər deməli 70%-ni dəyişdim. Hamısını onlar elan verir ki, bizə məsələn buxalter lazımdır, bizə nə bilim sənət sahibi, bu mütəxəssislər lazımdır. Hamısını doğum tarixi ilə götürürdüm. Və şirkət əməlli başlı dirildi və getdi qabağa. Onları belə pis çıxmasın 18 milyondan mən onları xilas ededim.
18 milyon o ziyandan mən onları xilas elədim. Və onun müqabilində mənə çox böyük hörmətlər etdilər. Həm də maşın payı verdilər, nə bilim mən uşaqlarımın oxuma bütün məktəb pullarını onlara köçürdülər. Və yaxşı, yəni mükafatlandırma da olur. Yəni mən orada yaşayırdım bir xeyli müddət. Sonra bu pandemiya zad biraz qarışdırdı aləmi. Neysə. Gələz oldu. Yəni olur ki, söhbət ondan gedir ki, yəni düzgün düzdə demirəm ki, onun ağlına gəlmir. Sadəcə onu görmürdü. Bəlkə də dərk etmirdi. Bəlkə də başqa bir formada. Bəlkə rahat olub, iş bitib, mən 12-dən sonra bu söhbəti yaparım. Sonra olurdu ki, bir planı var, onu müzakirəyə qoyurdular, aktiv olaraq. Olmaz onu müzakirəyə qoymaq, çerezçur. Və onun üstündə, yəni var, məsləhətləşmə başqadır. Sonra onu dəfələrlə müzakirəyə qoyub, onunla biri höcət edir, biri etiraz edir, biri... Onda nə olur ki, enerjisi gedir? O pozulur, o iş pozulur. Sirlərdən savayı, nədirsə, adi tutaq ki, bir nəfərlə deyilən ki, mənim görüşüm var, o mənim bir işimi düzəltəcək. Bir 3-4 dəfə təkrarla onu, bir dəfə Padriqova danış, bir dəfə dostuna danış, bir dəfə evdə, bir dəfə qaynanaya danış, bir dəfə qayna danış, o pozulacaq. O iş baş tutmur ki. Baş tutma ehtimalı olan iş hətta gedir, bir aydan sonra zülümlə ərsəyə gətirirsən. O nədəndir və uzana gedir. Təbiətdə enerjilər var. Yəni, bilmirəm, onu burada izah etmək biraz düz deyil, insanlar biraz başqa cür anlayar. Bizim izləyicilərimiz anlayacaq. Yəni, enerjilər var ki, sanki bizdən yolu getmir, bir. Sonra sözlərin energetikaları, hər bir insanın enerjisi var. Məsələn, nəfs özü mənfi enerjidir. Paxıllıq da mənfi enerjidir. Və bunlar hamısı bir-birinə qarışır, orada bir xaos yaradır. Bildiniz? Sanki Lorel desək, ən sadə zibillir oranı. Olmaz. Və başlayır orada təhriflər getməyə. Ona görə bəli, olmaz. Öz sirrini özündə saxlamaq daha yaxşıdır. Yenə də həmən biznesmenin biri həmişə güzgü qabağında yatırdı və pulları gecələr hesablayıb bəzi şeyləri edirlər. Onları hamısı tərk etdim onlara və düzəldilər.